Sosial şəbəkələrdə paytaxtın Nizami rayonu 201 saylı məktəbin direktoru Afaq Əliyeva və məktəbin dil ədəbiyyat müəllimi Lalə Şəfəqətovaya məxsus səs yazısı olduğu iddia edilən məlumat yayılıb. Yayılan səs yazısının kökündə məktəbin keçmiş direktor müavini və hazırda direktor vəzifəsini icra edən şəxs arasında bir neçə ildir ki, baş verən hadisələr dayanır. Özünü də belə deyək də, haqlı çıxartmağa çalışacaqsam, təmizə çıxardacaqsam, yazana da diqqət elə ki, başa düşürəm, mən həmin vaxtı o dəstənin içində olmuşam, amma mən paylamamışam, filan kəs paylayıbdır, yerdə yazacağın cümlələr var, o izahatda yazacağın. Elə ki, o sənin Sabir müəllimə verdiyin ərzə ilə üst-üstə düşsün. Mən həmin ərəfələrdə artıq məcbur oldum səsi yazım. Yəni sadəcə özümü müdafiə üçün etdim. Sənədə baxanda gördüm ki, bu sənəddə artıq 70 minin 53 mini silinib. Afaq Əliyevanın necə deyim, göstərişi ilə mi deyim, təklifi ilə mi deyim, təhdidi ilə mi deyim, mən təhsil idarəsi tərəfindən işdən çıxarıldım. Bir məktəbdə işini itirdiyi üçün digəri isə itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyərək 201 saylı məktəbin direktoru Afaq Əliyevadan şikayətçidirlər. Səs yazısını yayan müəllimə iddia edir ki, direktor onu 3 il öncə işdən çıxarılan müəllim yoldaşı Svetlana Hüseynovaya qarşı çıxmasını tələb etdiyi üçün səs yazısını paylaşıb. Afaq xanım, sizə qurban olum, nə olur məni bu söhbətdən uzaq edin, xahiş edirəm. Vallahi qorxuram, səhərdən əl-ayağıma, sözümə baxmır, həyəcan içindəyim, ondul Allaha. Vallahi ondul Allaha, şahidlikdən başqa vallahi bu gücüm çatmır. Bizim çəkişməmiz 2023-cü ildən başladı. Sveta müəllimənin əlaqəsi ilə, belə deyək də, aralarında olan mübahisə ilə əlaqədar olaraq ki, mən onun yanındayam, mən onların fikirlərinə də həmrəy olmadım, dəstək olmadım. Digər müəllimlər. O Sveta mənim illərdir qonşum idi, evinə gedib gəldim insan idi, mən onun üzünə durmağım necə ola bilərdi? Yəni mən özümə sığışdırmadım. Və təbii ki, bununla bağlı mənim sinfimi aldılar əlimdən, 6 saat dərsimi azaltdılar. Svetlana Hüseynova iddia edir ki, məktəbdə direktor müavini işlədiyi müddətdə təhsil ocağının inventarında 70 min manatlıq çatışmazlığı ortaya çıxarıb. Söhbət 2017-2020-ci illərdən, yəni Afaq Əliyevanın bu vəzifəyə təyin olunmasından öncəki tarixdən gedir. Qanun pozuntusu ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmək istəyi onu işindən edib. Kompüter deməli avadanlığı idi, sonra DVR idi. Yəni əsas elektrik malları, məktəbdə olan kamera sistemləri idi. Yəni əsas çatışmazlıq ondan ibarət idi. Müəllim işdən azad olunduqdan sonra hər iki tərəf məhkəməyə müraciət edib. 40 illik təcrübəsi olan müəllimə yenidən öz işinə bərpa olunacağı günü gözləyir. Demək olar ki, 7 rayonun məhkəməsinə şikayət verdim. Hal-hazırda da şikayətlər deməli məhkəmələrdə baxılır. Artıq bir Sabunçu rayon məhkəməsi haqqımda onların ərizələrinin böhtan olması barədə qətnamə çıxardı. Yayılan səs yazıları və müəllimin şikayəti ilə bağlı 201 saylı məktəbin direktoru Afaq Əliyevadan da mövqe öyrənmək istədi. Yayılan səs yazısında məktəbin direktoru Afaq müəllimə bir neçə il öncə məktəbdən çıxarılan direktor müavini Svetlana müəllimə ilə aralarında gedən çəkişməyə görə məktəbin dil ədəbiyyat fənnini tədris edən Lalə müəllimə onun xeyrinə ifadə vermək üçün məcbur edir. Elə yayılan səs yazısı ilə bağlı məktəbə üst tutsaqlar təsvir olsun ki, nəinki bizim üzümüzə qapı bağlandı. Hətta məktəbə gələn valideynlər, şagirdlər belə məktəbə daxil ola bilmir. Bakı şəhər Təhsil İdarəsindən Space xəbərə bildirildi ki, 201 saylı tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı aparılan araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək. İdarədən o da bildirildi ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Rəşad Vəkiloğlu, Rəşad Əkbəroğlu, Space xəbər.